Azərbaycan prezidenti Cənab İlham Əliyev ilə İşğal müəllim birgə mətbuat konfransı da oldu və Alman jurnalistlərindən biri, yadınızdadırsa, Cənab prezident İlham Əliyevə belə bir sual verdi ki, güya Ermənistan tərəfi sülh müqaviləsi imzalamağa hazırdır. Azərbaycan isə bu məsələdə fərqli mövqedən çıxış edir və güya sülh prosesinə mane olur kimi bir yanlış bir yanaşma ortaya qoydu. Və Azərbaycan prezidenti Almaniya prezidentinin birgə o konferansda bu məsələyə çox belə aydınlıq gətirdi və söylədi ki, qətiyyən bu belə deyil, bu özü yalan informasiyadır. Əvvəla biz sülh istəyən tərəfik və biz təşəbbüskar da bizik sülh müqaviləsi imzalanmasının və Azərbaycan sülh müqaviləsinin 5 baza prinsipini müəyyən edib. Əgər biz sülh istəməsəydik, Ermənistan qarşısında elə məsələləri qoyardıq ki, o sülh alınmazdı. Amma biz sülhü istəyirik. Bazı prinsiplərini biz irəli sürmüşük və vurğuladı ki, amma bizim iki mühüm şərtimiz var. O icra edilmədən sülhdən söhbət gedə bilməz. Yəni siz məsələyə kontekstdə baxırsınız. Niyə Azərbaycan bugün sülh müqaviləsini imzalamır? Heç onun səbəbindən maraqlanmırsınız. Səbəb budur ki, ATƏT-in Minsk qrupu bu münaqişəni həll etmək üçün yaradılmışdı. Düzdür? O öz missiyasını yerinə yetirə bilmədi, o missiyanı Azərbaycan yerinə yetirdi. Bu günləri Ermənistan-Azərbaycan münaqişəsi yoxdur. Münaqişə olmayacağı təqdirdə onun üçün yaradılmış bir quruma nə ehtiyac var? Bəli. Və bu günlər de facto ATƏT-in Minsk qrupu yoxdur. De jure hələ ondan imtina edilməyib və bizim mövqeyimiz odur ki, indiki reallıqda Azərbaycanla yanaşı Ermənistan və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması ilə bağlı bizim mövqeyimizi müdafiə etsin. Bu bir. İkincisi, biz ona görə sülh müqaviləsi imzalamırıq, onu imza atmırıq ki, necə mən qarşı tərəfə sülhpərvər tərəf kimi baxım ki, onun bizə qarşı, Azərbaycana qarşı, yəni Ermənistan Azərbaycana qarşı ərazi iddiaları var. Özdə sıradan bir sənəddə yox, konstitusiyasında. Konstitusiyasının preambulasında Qarabağı Ermənistan ərazisi sayırlar. Belə olan vəziyyətdə biz hansı sülhdən imzalaya bilərik və biz özümüzü mü aldadırıq? Bu mümkünsüzdür. Və Cənab Prezident aydın şəkildə mesaj verdi ki, bu iki məsələ həllini tapsın, ATƏT-in Minsk qrupu buraxılsın və Azərbaycana qarşı Ermənistan ərazi iddialarını imtina edilsin, bu hüquqi baxımdan tənzimlənsin, erməni xalqı öz siyasi iradəsini ortaya qoysun, referendum keçirsinlər və bundan sonra yaranmış yeni şəraitdə artıq sülh müqaviləsi imzalaması üçün heç bir maneə qalmır. Yəni top Ermənistan tərəfdədir. Siz məsuliyyət daşıyırsınız. Biz sülh istəyən tərəfik və sadəcə bu deməli anlaşılmazlıqlara son qoyulmalıdır. Məsələn, Qalizdiyonla bağlıdır ki, Paşinyan iki başlı oyun oynayır. Paşinyan bir yandan sülhdən danışır, Paşinyan bir yandan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan danışır, amma bir yandan silahlanır, bir yandan dağıdıcı, öldürücü silahlar alır, bir yandan hələ də Azərbaycana qarşı deməli, mina müharibəsini həyata keçirir və son günlər bilirsiniz ki, yaşanan hadisələr və bizim 5 nəfər həm mülki şəxsin, həm də hərbçinin deməli, ölməsi və yaralanması bunu təsdiqləyir. Artıq Azərbaycana qarşı müharibə bitdikdən sonra Ermənistan apardığı mina müharibəsinin təxminən 400-ə qədər qurbanı mövcuddur. Yəni, bunlar hamısı bəlli həqiqətlərdir. Ona görə də hesab edirəm ki, indiki reallıqda bizim mövqeyimiz dəyişməzdir. Biz prinsipial mövqeyini daşıyırıq və Azərbaycan dövləti tezliklə sülh müqaviləsinin imzalanmasına maraqlıdır.